Salam hörmətli izləyicilər, bugün sizə krem çiz hazırlayacağım. Krem çiz bərk və çox qatı olduğu üçün onunla tortların, pirojnaların və cupcake'lərin üzərini bəzəyirlər. Həmçinin tortların qıraqlarını və üzərini düz etmək üçün, yəni əyrilikləri düzəltmək üçün də istifadə edirlər. Hazırlanması isə çox asandır. Gəlin ərzaqlara nəzər salaq. Bizə lazım olar 130 qram şəkər pudrası, 150 qram yumşalmış kərə yağı və 450 qram belə bir pendir, üzərində yazılıb slivoçный sır. Amma diqqətli olun, bu pendiri plavlenli pendirlə səhv salmayın, yoxsa krem alınmaz. Həmçinin slivoçный tvarojni pendirdən də istifadə edə bilərsiniz. Məndə evdə bu pendirlər olduğu üçün göstərirəm, yəni firmanın heç bir önəmi yoxdur. Siz istədiyiniz slivoçный pendirdən istifadə edə bilərsiniz. Bu mascarpone da ola bilər, Philadelphia pendiri də ola bilər. Və əgər kremi rəngli etmək istəyiriksə, o zaman bizə rəngli qida boyaları da lazım olar. Əvvəl yağı çalacağımız qaba əlavə edirik. Yağ hökmən yumuşaq olmalıdır. Ona görə çalışın yağı 2-3 saat əvvəlcədən soyuducudan çıxarasınız. Biraz çaldıqdan sonra üzərinə şəkər pudrasını əlavə edirik. Şəkər pudrasını da hökmən eləmək lazımdır və yenidən biraz çalırıq. Və sonda pendiri də əlavə edib biraz daha çalırıq. Ümumiyyətlə çalışın bu kremi çox çalmayın, çünki çox çaldıqca yağ əriyir və krem yumşalır. Bizdə belə bir qatı krem alınmalıdır. Hazır kremi istədiyiniz rəngə boyayıb istifadə edə bilərsiniz. Mən boyadığım kremlə cupcake'ləri bəzədim və gələn videoda cupcake'in hazırlanması və bəzədilməsi videosunu sizinlə bölüşəcəm. Kanalıma abunə olun ki, videomu qaçırmayasınız. Və sonda videolarımı bəyənib izləyən hər kəsə təşəkkürümü bildirirəm.